بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد اللهم صل على محمد وآله الطيبين الطاهرين المنتجبين المكرمين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك. عليك مني سلام الله أبدا ما بقيت وما بقي الليل والنهار، ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين ورحمة الله وبركاته. Aziz mühterem cemaatimiz, Müslümanlar, əzadarlar, Allah Teala bu mübarek əzadarlığı qəbul eləsin. Allah Teala bu Aşura günündə Hazreti Peygamberimizin pak ehli beytinin başına gelen müsibete bütün canıyla, varlığıyla şərik olanların əcrini, mükafatını evvela uca Rabbimizden, Allah Teala'dan istəyək ve sonra bu musibetin sahipleri Hz. İmam Hüseyin aleyhisselamdan ve Kerbela şehidlerinden istəyək inşallah. Eyni zamanda bu mübarek, yani bu günde, bu musibet gününde öz vətən şehidlerimizi, öz canlarını, şirin canlarını bizim azadlığımız için, torpaqlarımızın azadlığı için canların feda eləmiş əziz şehidlerimizi de yad eləyək. Onları Seyyid-i Şühədaya qonaq olmasını Allah Teala'dan niyaz eləyək. Burada məclisdə şəhid atalarını görürəm. Allah Teala onlara əzəmətli səbir inayət eləsin inşallah. Şəhidlərimizin məqamını uca eləsin, âli eləsin və inşallah onların ruhların bizlərə, hər birimizə duası qərar versin. Möhtərəm cemaatimiz, Aşura günü bilirsiniz İslam tarixində ən həssas günlərdən biridir. Aşura günü əslində zaman baxımından sadəcə bir gün olmasına baxmayaraq böyük bir tarixi özündə ehtiva eləyir. Bu gün əslində mərifət günüdür. Bu gün Həzrət Peyğəmbərimizi və onun pak əhli beytini həqiqəti ilə tanımaq günüdür. Bu gün irfan günüdür. Bu gün eşq günüdür. Peygamber, Ali Peygamber'e Allah Teala'nın istediği məhəbbətin tezahür olan günüdür. Bugünkü günler, qərblər özünden aslı olmayarak ister istemez Peygamber, Ali Peygamber'e tərəf yönelir. Çünkü elə bir ağır müsibətlə üzləşiblər ki, Hazreti Peygamberimizin dini yolunda canlarını, ruhlarını, övladlarını, körpələrini susuz ve heç bir nəsiz Allah Teala'ya kurban vermek için fedakarlık ettikleri gündür. Bugün o fedakarlığın zirvesidir. Ona göre bugün onları tanımaq günüdür, ürfan günüdür. Bugün mərifətin, əqidənin, ədaletin, qardaşlığın əslində ucalığa yetiştiği bir gündür. Yani bugün o kadar pak gündür ki Allah Teala bu pak günde bizleri de inşallah bu meclislerde iştirak eləməklə paklaştırsın. İmam Hüseyin aleyhisselamın ve onun pak ehli beytinin, yar-ı ensarının Allah'ın yolunda, hakkın ve adaletin yolunda, temizliğin yolunda, hüquqların yolunda canlarını feda eləməsi ve dinin yolunda canlarını feda eləməsi bizler için açıq aşkar yol gösteren bir aydın yoldur. Allah Teala bizi bu aydın yola hidayet eləsin. Bugün Allah Teala'nın yer üzerinde görünen qüdrətidir bugünkü gün. Aşura günü bəşəriyyətin mahiyyətini zahirə çıxardan gündür. Hansı ki
elə insanlar oldu ki, bu gündə əsfələ safilinə yuvarlanan insanlar oldu və elə insanlar da oldu ki, bugünkü gündə ən yüksək məqama yetişdilər. Ona görə bəşəriyyətin mahiyyəti, ayrılığı, yəni insan övladının nə demək olduğunu aydınlaşdıran gün oldu. İnsan övladı necə yüksələ bilər və necə ən alçaqlara yuvarlana bilər. Allah-u Teala bu iki yolu əslində bizə göstərir. وَهَدَيْنَاهُ النَّجْدَيْنِ Biz insana iki yolu da göstərmişik və tarixdə də Kərbəla hadisəsi də bu iki yolun bariz nümunəsidir ki, biz hansı yolu seçək? Ona görə bugünkü günlərdən bizim alacağımız çoxlu ibrət və dərslərimiz var. Aşura heç bir zaman qiyamət gününə qədər unudulmayacaq bir gündür. Çünki bugün təqvanın dünyaya, aləmə nümayiş olunduğu gündür. Paçlığın, təmizliyin, şücayətin, rəşadətin, mərdliyin, hürriyyətin üzə ortalığa çıxan bir gündür. Bir sözlə Həzrəti İmamın mərifətinin nümunəsidir Aşura günü. Peyğəmbər və paç əhl-i beyt imamlarının mərifət günüdür. Digər bir tərəfdən Aşura günü bayaq qeyd etdiyimiz kimi əsfələ səfilində, yəni ən aşağıların aşağısına yuvarlanan xəbis insanların pisliklərinin, onların cinayətlərinin və günahlarının nümunəsidir. Allah-u Teala bizi o yola hidayət eləməsin. Allah Teala bizi fasidlərin, xəbislərin yolu ilə getməyi nəsib eləməsin. Ona görə bugünkü gün paçları görüb paçlanmaq günüdür. Paçların nəyin uğrunda, uca məqamlar uğrunda, ülvi məqamlar uğrunda canların fəda eləməsini görüb, özümüzü də o fədakarlığa qoşmaq günüdür. Bugün Allahın rənginə boyanmış bir gündür ki, Həzrəti İmam Hüseyin əleyhissalam və onun səhabələri Allahın rəngi ilə canlarına qıydılar, fədakarlıq elədilər ki, Allah Teala'nın bəndələri, Həzrəti Peyğəmbərimizin ümməti də o rəngə boyansınlar, həyatlarını Peyğəmbər, Ali Peyğəmbərin rənginə boyatsınlar. Allah Teala bizi inşallah onların rənginə boyanmağı nəsib eləsin. Aşura günü iki ordu bir-biri ilə qarşı-qarşıya gələn gündür. Onlardan biri übudiyyətin, Rəhmanın və Rəhimin ordusudur. Digəri isə şeytandan bəslənən xəbisliyin, fiskin və zülmün ordusudur. Onlar bir dəstə dünyapərəst, şəhvətpərəst, Həzrəti Peyğəmbərimiz və Allahı tanımaqda ağılları işləməyən, ağıllarını bir növ geridə qoymuş insanlar toplusu idi ki, Həzrəti Peyğəmbərimizin paç əhl-i beytinə, övladlarına cürət elədilər. Onlar qəflət dünyasında burulğanan insanlardır. Qəflət dünyasının nümunələri də gözümüzün qarşısındadır. Bir bütövlükdə, bütün canıyla, bütün ruhu ilə Allah Teala'ya qovuşan, ruhları böyük olan insanlar ordunu görürük və onun qarşısında tam əksi olan əsfələ safilin ən xəbis insan ordusunu görürük. Bu iki ordunun arasında biz bugünkü günlərdə onları yada salmaqla ən ülviləri seçib öz həyatımıza tətbiq eləmək günüdür. Aşura günü haqq ilə batilin üz-üzə dayandığı gündür. Necə ki, Həzrəti Peyğəmbərimiz Xəndək vuruşunda buyurur ki, bugünkü gün tam haqq ilə, Allahın haqqı ilə tam küfür üz-üzədir. Yəni, Əmr ibn Həzrəti Əmir al-Muminin üz-üzə gələndə Allah-u Teala Həzrəti Əleyhisselamı tam haqqın tərəfin, imanın tərəfini elan eləyir, əks tərəfi isə bütünlüklə kamil küfrü elan eləyir. Aşura günündə də belədir. Atası Həzrəti Əmir al-Mumin əleyhissalamdan dərs almış, onun davamçısı Həzrəti İmam Hüseyin əleyhissalam tam kamil Rəhmanın tərəfini nümayiş elətdirir, ordusunu nümayiş elətdirir. Hər tərəfli, bütün hərəkətləri ilə, bütün davranışlarıyla, sözü ilə, kəlamı ilə, susuzluqdan yanan balalarına rəğmən Allahın dinindən bir addım da geri addım atmamaqla Allah Teala'nın kamil imanının göstəricisi olan İmam Hüseyin tərəfi, digər tərəfdə isə tam küfrün tərəfin görürük. Və bunların arasında təbii ki Allah Teala'ya qovuşanları özümüzə nümunə götürəcəyik.
Kullu men aleyhi fanin. Allah-u Teala buyurduğu kimi hamımız onsuz da bir gün Rəbbimizə qovuşacağıq. Və yəbqa vəchu rabbikə zülcəlal vəl ikram. Yer üzərində hər kəs bir gün fənaya məhkumdular. Yalnız əzəməti, böyüklüyü, üstünlüyü, camal və mərhəmət sahibi olan Rəbbimizin zatı qalacaqdır. Amma bu müvəqqəti darul həyat-ı dünyada, yəni müvəqqəti dünya həyatında Allah Taala'nın haqqını müdafiə edən və Allahın yanında olan Həzrəti İmam Hüseyn əleyhissalam və yarı ənsarı bizim üçün ən gözəl nümunədir. Onların hər bir hərəkəti, hər bir davranışı, ümumiyyətlə dünyada hər bir hərəkət və davranış, hər bir söz, hər bir insan, hər bir kitab, hər bir qələm, hər bir danışan dil əgər Allaha qoşulsa, Allaha ilhaq olsa, o əbədi qalacaq. Yəni istənilən hansı ki, o dil ki Allaha qoşulur, Allahın dediklərini deyir. O qələm ki Allahın dediklərini yazır. O insan ki Allah Taala'nın buyurduqları kimi yaşamağa istəyir, yaşayır. O davranış ki Allah Taala'nın əmrindən irəli gələn davranış sərgilənir. Bunlar Allaha qoşulurlar. Allah Taala da necə əbədidirsə, onlar da əbədi qalırlar. Amma əksinə, əgər Allaha qoşulmasa, təbii ki məhvə məhkumdur. Allah Taala'ya qoşulmayan istənilən davranış, söz, qələm, insan məhvə məhkumdur. Bizi Allah Taala bu cür əbədi olan ilahi rəngə boyanmaqla Allaha qoşula bilən əməllərin sahibi Allah Taala qərar versin. Bugünkü gün Həzrəti İmam Hüseyn əleyhissalamdan alacağımız dərs budur. Həzrəti İmam Hüseyn əleyhissalam özünü haqqa qoşdu və bu səbəbdən onun şəhadəti əbədi yaşardır. Bütün dünyada baş verən çox müharibələr var, çox cihadlar var və yaxud istər İslam tarixində olsun, istər qeyri-İslam tarixində olsun. Amma Həzrəti İmam Hüseyn əleyhissalamın küfrün qarşısında bu cür dayanması, az bir ordu ilə dayanması, amma küfrü özünə yaxın buraxmaması, Allah Taala'nın yer üzərində həqiqi höccətinin olmasının sübutudur və özünü Allaha qoşmasının sübutudur və ona görə də əbədi yaşarlığı 1300 ildən çox keçməsinə baxmayaraq bu gün də yaşaması sanki Kərbəla bu gün baş verib, bu gün həmin o acını, bu gün o çətinlikləri, o sıxıntıları, o susluq günlərini onu sevənlər bu gün də yaşayırlar. Həzrəti İmam Hüseyn əleyhissalamın o fədakarlığından nümunələri, misalları bizim götürməyimizi, kəsb eləməyimizi Allah Taala hər birimizə nəsib eləsin. İbn Məsud, Həzrət Peyğəmbərimizin sahabəsi bir gün Həzrət Rəsulullahdan belə bir hədis nəql edir. Buyurur ki, Allah Taala Uhud şəhidlərinə xitab edərək belə buyurur onlara, şəhidlərə xitab edir, şəhidlərin ruhlarına. Buyurur ki, ilahi, bizim nə arzunuz var deyə soruşur Allah Taala şəhidlərdən. Şəhidlər buyururlar ki, ilahi, bizim bundan böyük nə arzumuz ola bilər? Sənin əbədi neymətlərinə qərq olmuşuq, sənin ərşinin kölgəsində məskunlaşmışıq. Bizim yeganə istəyimiz budur ki, yenidən həyata qayıdıb bir daha şəhid olaq. Görürsünüz, heç kəs ahirətdən, xüsusən cənnətdən çıxıb yenidən bu sitəmlər və zülümlər olan dünyaya geri dönmək istəməz. Bir yeganə şəhidlər zümrəsidir ki, onlar yenidən bu dünyaya geri dönüb, amma yenidən şəhid olaraq Rəbbinə qovuşmaq istəyərlər. Allah Taala buyurdu, mənim dəyişməz əmrimə əsasən heç kəs ikinci dəfə həyata dönüb yenidən dünyasını dəyişməz və yaxud şəhid olmaz. Bu Allah Taala'nın dəyişməz qanunudur. Bir dəfə qovuşdu Rəbbinə, ondan sonra geri dönməz. Dedilər, indi ki belədir, onda salamımızı Həzrət Peyğəmbərimizə çatdır. Haqqımızda dünyada salamat qalanlara danış və onlara sənin bizdən, bizim isə səndən razı qaldığımızı de. Şəhidlərimizin və Kərbəla şəhidlərinin və eyni ilə vətən şəhidlərimizin əslində ruhlarının Allah Taala'dan istədiyi budur. Bizim haqqımızda deyir, danış. Necə ki bizim də borcumuzdur, Allah Taala'nın buyurduqlarını siz cəmaata, insanlara çatdıraq. Şəhidlərin dediklərini ki, onlara de ki,
biz Allah Teala'dan o kadar razıyıq ki, bize bəxş elədiyi o nemətlərin müqabilində, bize ərşinin kölgəsində verdiği yere göre, heç kəsin yetişə bilmədiyi bir məqama göre ve Allah Teala da bizden de razıdır. Uhud savaşından sonra şəhid valideynləri, şəhid ata-anaları, ailələri çox narahat oldular. Dediler ki, bizler cavanıq, həyatlıyıq, amma şəhid olanlarımızı biz torpağa tapşırdıq. Necə ki, bizim 44 günlük savaşda şəhid valideynlərimiz narahat idilər. Amma Allah Teala'nın həm bu dünya, bugünkü gündə, həm elə Uhud döyüşündə olan şəhidlərin yaxınlarına, həm də gələcəkdə qiyamət gününə qədər Allah yolunda, müqəddəsat yolunda, vətən yolunda, torpağı yolunda, namusu yolunda canlarını fəda eləmiş şəhid yaxınlarına, şəhid valideynlərinə belə bir təskinlik verir. Allah Teala bu söhbəti gətirib Həzrəti Peyğəmbərimizə çatdıranda şəhid valideynlərinin, yaxınlarının narahatçılığını Həzrəti Rasulullah da narahat oldu. Bu zaman Ali İmran suresinin həmin məşhur bu ayəsi nazil oldu. Bismillahirrahmanirrahim. Və la tahsabannallazina qutilu fi sabilillah. Elə hesab eləməyin ki, Allah yolunda şəhid olanlar, öldürülənlər ölüdürlər. Bəl əhyəun ində rabbihim yurzaqun. Onlar diridirlər, Rəbbinin yanında ruzilənirlər. Yəni şəhid valideynlərinin yanan qəlblərinə Allah Teala bir sərin su səpdi. Bugünkü gündə də həmd olsun Allaha, vətənimiz uğrunda canların fəda eləmiş şəhidlərimizin valideynləri, yaxınları, əzizləri, bütövlükdə xalq olaraq hər birimizin qəlbinə o düşdü. Təbii ki, yandıracaq övlad itkisi. Amma Allah Teala'nın bu müjdəsi, Uhud döyüşündə şəhid olanların misalında nazil olmuş bu müjdəsi bütün şəhid valideynlərimizin qəlblərinə sərin su səpdi. Allah Teala şəhidlərimizdən razı olsun, necə ki razıdır. Bizi də onların ardınca onlara qovuşanlardan eləsin inşallah. Onların duaların, ruhlarının duasını hər birimizə, vətən evladımıza, hər bir evlərimizə çatdırsın inşallah. Onların valideynlərinə səbr-i cəmil kəramət eləsin. Necə ki Allah-u Teala buyurur Quran-ı Kərimdə: "Fəllezîne hâceru və uxricu min diyarihim və uzu fi səbili və qatalu və qutulu la ukeffiranna anhum seyyiatihim və la udkhilannahum cennetin tecri min tahtiha'l enhar." O kəslər ki məcburən öz evlərindən çıxarılıblar. Yəni torpaqları qəsb olunub, işğal olunub. Bizim işğal olunmuş torpaqlarımız kimi, hansı ki elhamdülillah geri qaytarılıb. O kəslər ki, deyir ki, mənə görə, Allaha iman gətirdiklərinə görə onları torpaqlarından hicrət elətdiriblər, köçkün salıblar, qaçqın düşüblər, öz diyarlarından çıxarılıblar və qatalu, amma onlar vuruşublar. Öz torpaqlarını, öz evlərini geri qaytarmaq üçün bu yolda döyüşüblər, vuruşublar. Qatalu və qutilu. Vuruşublar və vuruş nəticəsində öldürülüblər, yəni şəhid ediliblər. La ukeffiranna anhum seyyiatihim. Allah Teala öz müjdəsini buyurur. Buyurur ki, onlar üçün hətta nə günah eləyiblərsə hamısını bağışlayaram. O kəslər ki, evlərini, torpaqlarını, vətənlərinin bütövlüyü üçün, bütünlüyü üçün canlarını fəda eləyiblər, onların bütün günahlarını əff eləyərəm. Və la udkhilannahum cennetin tecri min tahtiha'l enhar. Onları elə bir cənnətlərə daxil eləyərəm, əbədi olaraq o cənnətlərin altından, ağaclarının altından çaylar axar, sular axar. Allah Teala'nın şəhidlərimiz üçün bu cür müjdələri var. Amma bu şəhidlərimiz bugünkü gün İmam Hüseyn əleyhissalamın Kərbəlasından dərs almışdılar. Bu Kərbəlanın şahidi olmuşdular, bu məclislərin şahidi olmuşdular və xüsusən bu məclisləri cəmaatımıza çatdıran, təbliğ eləyən, Peyğəmbər Əhl-i Beytinin üzərimizdə olan haqqını çatdıran bizim gözəl alimlərimiz olmuşdu və xüsusən də bu məsciddə xidmət göstərmiş əzizimiz Hacı Şahin Üstadın da ruhun yad eləyək bugünkü gündə ki, uzun illər, bir ömür Peyğəmbər, Ali Peyğəmbəri, Kərbəla şəhidlərinin şücaətini və onların uca məziyyətlərini, fəzilətlərini cəmaatımıza, xalqımıza çatdırıb. Allah Teala bugünkü gündə əziz qardaşımızın ruhun Kərbəla şəhidlərinə ilhaq eləsin. İnşallah İmam Hüseyn əleyhissalama qonaq eləsin. Allah Teala onun ruhun şad eləsin. Bugünkü günlər ağır günlərdir. Kərbəla şəhidləri
Yəni Aşura günü çox ağır gündür. Peyğəmbər əhl-i beytin üçün, ümumiyyətlə aləm üçün ağır bir gündür. Çox ağır bir gündür. Bugün bir neçə kəlmə məqtəllərdən danışmaq istəyirəm. Yəni zikr-i müsibətdən danışmaq istəyirəm. Çünki ağır bir gündür. Hz. Peyğəmbərimiz xanım Zəhra, Hz. Əmir al-Müminin əleyhissalam hələ həyatda ikən Kərbəlanı eşidəndə ona əza saxlayıblar, gözlərindən yaş axıdıblar. Hələ baş verəcək 50 ildən sonra, 40 ildən sonra baş verəcək hadisəyə görə Hz. Peyğəmbərimiz göz yaşı töküb. Hz. Əmir al-Müminin əleyhissalam hələ döyüşlərin birində Kərbəladan keçəndə orada dayanıb və baş verəcək hadisənin əzasını saxlayıb Kərbəlada. Xanım Fatimə-i Zəhra salamullah aleyhaya Cəbrail əleyhissalamın tapşırığı ilə əziz Peyğəmbərimiz bu xəbəri çatdıranda xanım Fatimə-i Zəhraya, təbii ki, müjdə, onun müqabilində Allah Teala xanım Zəhraya böyük bir əvəz verdi. Yəni, Hz. İmam Hüseyin əleyhissalamın şəhadətinin müqabilində Allah-u Teala xanım Zəhra salamullah aleyhaya böyük bir əvəz bəxş elədi. Xanım Zəhra da razılaşdı. Dedi ki, o müsibət, əgər bu müsibət mənim evladımın başına gələcək, amma onun müqabilində atam Peyğəmbərin dini baqi qalacaqsa, mən də razıyam o müsibətə. Görün, nə qədər böyüdür Hz. Xanım Zəhra salamullah aleyhanın məqamı. Nə qədər ucadır. Amma soruşur, ya Rasulallah, ey atacan, bəs sənin ümmətin niyə öldürər? Niyə qəsdinə dayanar öz ümmətin Peyğəmbərinin balasının qəsdinə? Deyir ki, Həzrət Rasulullah buyurur, deyir, onlar birincisi cəhalətdən, cahillikdən, ona görə cahillikdən Allaha sığınırıq. Qəflətdən Allaha sığınırıq. Allahın Peyğəmbərini və onun pak əhl-i beytini tanımamaq cəhalətindən Allaha sığınırıq. Və ikincisi də ki, dünya pərəstlikdən, dünya tələblikdən. Bu iki şey insan evladını əsfələ safilinə aparan şeylərdir. Peyğəmbər balasına qəsdə duracaq, səviyyəyə qaldıracaq bir şeylərdir. Ona görə bu Kərbəla müsibətindən alacağımız böyük dərslərdən biridir. Biri Peyğəmbər və əhl-i beytini tanımamaq, cəhaləti, qəflətindən Allah bizi uzaq eləsin. Onların mərifətinə yetişməyə Allah bizə nəsib eləsin. Belə məclislər bir vasitədir. Peyğəmbər və ali Peyğəmbəri tanımaq üçün bir vasitədir. İmam Hüseyin əleyhissalamın özünün şəhadəti, özündən sonra gələn ilahi höccətlərin tanınması üçün böyük bir fədakarlıqdır. Özündən sonrakıları Həzrəti İmam Zeynul Abidin əleyhissalam və ondan sonraki imamların tanınması üçün, ümmət üçün böyük bir fədakarlıqdır. Və bizim də o fədakarlığa qarşılıq verməmiz lazımdır. Onların mərifətinə yetişməmiz lazımdır. Günü-gündən onları tanımaq, onların mərifətini və məhəbbətini qəlbimizdə və zehnimizdə artırmamız lazımdır. Və eyni zamanda ikinci, dünya pərəstlik. Dünyaya meyil, dünya tələbi Hz. İmam Hüseyin əleyhissalamın şəhadətinə gətirib çıxardan amillərdəndir. Kərbəlada hələ cavanlardan, Haşimi övladlarından başqa Hz. İmam Hüseyin əleyhissalamın yar-ı ənsarlarından başqa bir neçə məhşur xanım iştirak edib Kərbəla müsibətində. Onlardan biri elə Hz. İmam Hüseyin əleyhissalam Kərbəlaya gedərkən yolda İslamı qəbul eləmiş Vəhhab ibn Abdullah və onun anası və xanımıdır. Kərbəlada bir xanım şəhid olub, o da Küfə yolunda gedəndə Hz. İmam Hüseyin əleyhissalam o Vəhhabin xeymələrinin, köhnə, çişli xeymələrinin qarşısına dayanır, soruşur, deyir ki, niyə sizin bu xeymələriniz bu gündədir? Cavab verirlər ki, bizim suyumuz yoxdur. Səhrada yaşayırlar, suları yoxdur, su quyuları yoxdur. Hz. İmam Hüseyin əleyhissalam onların xeymələrinin qarşısında bir su quyusu tapır, göstərir. Yəni öz imamət elmi ilə oradan su fişar olur və sonra oğlu, həmin qəbilənin başçısının oğlu Vəhəb və anasını da götürür, təzə evləndiyi xanımını da götürür, gəlir ardıca Hz. İmam Hüseyin əleyhissalamın ardıca qoşulur və İslamı qəbul edirlər. İslamı yeni qəbul edilmiş Vəhəb Kərbəlada şəhid olanlardandır. Sonra Vəhəb şəhid olanda onun şəhadət yerinə, məqamına yenicə evləndiyi zövcəsi qaça-qaça gedir. Gedir ki, onu
başını alsın qucağına, onun üstündə ağlasın. Orada da xanımını oxlayırlar, şəhadətə yetirirlər. Yəni xanımı elə orada şəhadətə yetişən Kərbəla şəhidlərindən olan xanımlardan biridir. Anası da Vəhəb də qəhrəman anadır. Onu meydana göndərən, Hz. İmam Hüseyin əleyhissalama səhabə elətdirən Vəhəbin anasıdır. Bundan başqa Kərbəlada Əmr ibn Cündinin anası məşhurdur. Əmrin başını kəstdilər, Hz. İmam Hüseyin əleyhissalamın səhabəsi idi. Başını kəstdilər, gətirdilər, anasının olan xeyməsinə tərəf atdılar. Anası götürdü öz oğlunun başını, dedi bizdə verilən qurbanı geri qaytarmaq yoxdur. Görün, anada olan şücayətə bax. Anada olan Peyğəmbər balasına olan məhəbbətə bax. Götürdü o başı, təzədən atdı düşmənin üstünə. Dedi, bizdə Allah Teala'nın uğrunda verilən qurbanı geri qaytarmaq yoxdur. O başı atdı. İkinci, başqa xanımlardan yeni xanım Zeynəb. 2 oğlunu şəhid verdi. Xanım Zeynəb dedilər ki, övladların şəhid edilib, çıx onları qarşıla. Hz. İmam Hüseyin əleyhissalam şəhidləri bir xeymələrə gətirirdi, yerə düzürdü, xeymələrin birində yerə düzürdü, istiqumların üstünə düzürdü. Dedilər ki, ya Zeynəb, 2 oğlun şəhid olub, çıx onları qarşıla. Necə ki, başqa şəhidləri qarşıladın, Hz. Zeynəb salamullah aleyha dedi, mən çıxa bilmərəm. Buyurdu, xaneyi səbri bilin, yıxan deyiləm, yəni səbr evimi yıxan deyiləm, səbirli olacam. 1000 oğlum ölsə də mən xeymədən çıxan deyiləm. 1000 oğlum da ölsə İmam Hüseyin əleyhissalamın yolunda bu xeymədən çıxan deyiləm. Niyə ya Zeynəb? Dedi ki, mən çıxıb Həzrəti İmam Hüseyin əleyhissalamın xəcalətdə eləmərəm düşmən qabağında. İmam Hüseyin əleyhissalam bacısının, uşaqlarının şəhadətini görüb xəcalət çəkər. Ona görə xanım Zeynəb onun qəlbini düşünür, çıxmır. Kərbəlada Həzrəti İmamın yaşlı, ağsaqqal səhabələri olur. Züheyr ibn-i Qeyn, Həbib ibn Məzahir, Müslim ibn Avsəcə, Müslim gəlir Küfədən yetişir. Hz. İmam Hüseyin əleyhissalama yetişir, qoşulur. Və qoşulanda birinci şəhid olanlar onlar olurlar, səhabələr olur. Müslimin 90-dan yuxarı yaşı var. Elə ki, düşmən ordusu bu 90-dan yuxarı yaşı olan Müslimi qılınclarla, oxlarla doğram eləyirlər. Müslim yıxılır yerə. Hz. İmam Hüseyin əleyhissalam gedir Müslimin başı üstünə, Həbib ibn Məzahirlə bir yerdə. Həbib soruşur, ya Müslim, həmd olsun Allaha, Allaha həmd olsun ki, Allahın yolunda şəhid oldun. Yəni son nəfəsini şəhadətlə verdin. Aqibətin xeyr ilə xətm oldu. Amma mənim də bir neçə dəqiqə vaxtım var, mən də meydana yola düşəcəm. Yəqin ki, mən də sənə qoşulanlardan olacam. Amma bu bir neçə dəqiqə də olsa, Allah Teala'nın tövsiyəsidir, əmridir, vəsiyyət elə. Nə vəsiyyətin var, mənə buyur. Müslim bilirsiniz nə dedi? Dünyada nə vəsiyyət edəcək? Heç nə. Müslim gəlib axirətin xilas eləsin. Müslim gəlib ki, sonu aqibəti xeyr olsun. Allah hər birimizə aqibəti xeyr nəsib eləsin. Bizim bu məclislərdən istəyəcəyimiz ən gözəl dua aqibətimizin xeyirlə xətm olunmasıdır. Bizim bu məclislərdən istəyəcəyimiz Kərbəla şəhidlərinə oxşamağımızdır. Həyatda onlar kimi yaşamağı bacarmaqdır. Və onlar kimi dünyamızı sonlandırmaqdır. Müslim dedi ki, ya Həbib, elə bilirsən bu dünyada nəsə niskilim var, heç bir şeyim yoxdur. Amma dedi ki, aleykə bihəzəl qarib. Ya Həbib, sənə bu qəribi tapşıram. Hüseyni deyir, əli ilə barmağı ilə göstərir, İmam Hüseyin əleyhissalam başının üstündədir. Deyir, bu qəribi sənə tapşıram, bu qəribdir, Peyğəmbər balasıdır, təkdir, yara ənsarı yoxdur. Biz qocalar gəlmişik onun köməyinə, amma ona da kömək eləyə bilmədik deyə vəsiyyət edir. Ardicə Həbib ibn Məzahir şəhid olur. Ardicə Züheyr ibn Qeyn şəhid olur. Züheyr ibn Qeyn də böyük bir qəbilənin başçısıdır. Yolda, Küfə yolunda Züheyri Həzrəti İmam Hüseyin əleyhissalam dəvət edir. Deyir, gəl qoşul, dünya və axirətivi xilas elə. Həzrəti İmam Hüseyin əleyhissalam dəvətində bilirsiniz nəyi bildirirdi? Gəl qoşul mənə, dünyanı da xilas elə, axirətini də xilas elə. Allah hər birimizi bu məclislərə gəlməklə dünya və axirətimizi xilas eləməyə səbəbkar eləsin bu məclisləri. Bu məclisləri vəsilə qərar versin inşallah. Bizlər İmam Hüseyin əleyhissalamdan çox əsrlərdə sonra yaşasaq,
bizim duamız budur. İlahi, tək mən də Kərbəlada olaydım. Həzrəti İmam Hüseyin əleyhissalamın yanında Həbib ibn Məzahir kimi, Müslim ibn Osəzə kimi, Züheyr ibn Qeyn kimi, digər sahabələri kimi, şəhid olan sahabələri kimi biz də olan yolunda canımızı fəda eləyərdik, ruhumuzu fəda eləyərdik. Amma çox təəssüf bizim varlığımız, cismimiz o vaxtı dünyada olmadı. Amma ilahi, biləsən ki, bizim ruhlarımız İmam Hüseyin əleyhissalamla bərabərdir. Bu məclislərdə iştirakımızın səbəbi budur. İlahi, biz istəyirik ki, İmam Hüseyin əleyhissalama ilhaq olaq. Onun Kərbəlasında ona qoşulaq. Ləbbeyk ya Əbə Abdillah deməkdən məqsəd elə budur ki, ruhlarımızı Həzrəti İmam Hüseyin əleyhissalama qovuşdur. Züheyr ibn Qeyn gəldi, qoşuldu İmam Hüseyin əleyhissalamın bir kəlməsinə. Dedi ki, istəyirsən dünya və axirətini xilas edəsən? Dedi, əlbəttə. Özdə Züheyr də yəni, orta mövqeli bir adam idi. Dedi, əlbəttə, dünya və axirətimi bir müsəlmanın bundan artıq istəyəcəyi bir şey olar. Dedi, onda gəl qoşul mənə. Züheyr də çox imkanlı adamdır. Böyük bir qəbiləsi var. Qəbiləsi ilə bir yerdə həcdən geri dönür. Amma İmam Hüseyin əleyhissalamla rastlaşmaq istəmir. İmamın özünün təklifini, imam ki onu dəvət elədi öz xeyməsinə, çadırına, Kufə yolunda, özünün təklifini üzbəyüz alandan sonra dedi, daha başqa qaçacaq yerim yoxdur. Əvvəl istəyirdi nə qədər imamla üzbəyüz gəlməyib, kənara qaçsın, özün yayındırsın. Yazid ilə İmam Hüseyin əleyhissalamın münaqişəsinə girməsin. Amma elə ki, imamla ünsiyyətdə oldu, dedi, daha qaçacaq yerim yoxdur. Qayıtdı, gəldi. Dedi ki, xanımına dedi, uşaqlarına dedi, öz qövmünə, qardaşlarına, qohum əqrabasına. Dedi, artıq bu gündən mən sizi tərk edirəm. Xanımına dedi ki, sənə də talaq verirəm. Xanımı bilirsiniz nə dedi? Dedi, talaq verməyinə onda razı olaram ki, ged qoşul. Xanım Zəhranın oğluna kömək elə, ya Züheyr, Salihə xanım idi. Amma bir şeylə razıyam ki, qiyamət günündə İnşallah şəfaət məqamında gələcək xanım Zəhra. Ondan istəyəsən ki, məni kənizəsi kimi qəbul eləsin, şəfaətin də mənə nəsib eləsin. Allah Teala anasının şəfaətin hər birimizə nəsib eləsin. Həzrəti İmam Hüseyin əleyhissalamın şəfaətin hər birimizə nəsib eləsin. Çıxdı, getdi, malın, dövlətin buraxdı, xanımın talaq verdi. Getdi, qoşuldu Həzrəti İmam Hüseyin əleyhissalama və canın fəda elədi. Şəhid olanda gəldi Həzrəti İmam Hüseyin əleyhissalam başının üstündə. Var dövlətin buraxdı. Milyonları var idi. Buraxdı, getdi, qoşuldu İmam Hüseyin əleyhissalam. Gəldi, Həzrəti İmam gəldi başının üstünə. Dedi, Züheyr, nə istəyərsən? Peşman olmadın ki, gəlib mənə qoşulmağa. Dedi ki, yəbnə Rəsulillah. Məni Allah Teala məşhur sözüdür Züheyrin. Allah istəyərdim ki, Allah məni 70 dəfə həyata qaytarsın və sənin yolunda şəhid olum, yəbnə Rəsulillah. Amma təəssüfüm odur ki, səni tək buraxıb gedirik. Yəni Rəbbimizə qovuşuruq, şəhid oluruq. Züheyr də belə dedi. İmama kim qoşuldusa, imamın yolunda eşq, məhəbbət, onun kamalatın, onun kamilliyin o qədər açıq şəkildə görürdülər ki, hamısı nəinki bir dəfə, 70 kərə həyata gəlib İmam Hüseyin əleyhissalamın yolunda şəhid olmağa hazır olurdu. Əbəlfəzl Abbas əleyhissalam, o qolları qələm olan, amma su gətirmək yolunda qələm olan ağamız, Babül Həvaic, əziz cəmaatımız, hacətlər qapısıdır. Ümumiyyətlə, bugünkü gün hacətlər qapısı olanların qapısına gəlmişik. Allah Teala qəlblərimizdə olan niskilləri, çətinlikləri, sıxıntılarımızı, hacətlərimizi o mübarək Allahın sevdiyi, Allahın razı qaldığı kəslərin əli ilə bərabərdə xeyr eləsin. Həzrət Əbülfəzl Abbas Qəmər-i Bəni Haşim idi. Qəmər-i Bəni Haşim, yəni Bəni Haşimin ayı. Amma ay demək bəlkə də azdır Həzrət Əbülfəzl Abbasa. Qəmər, ay bir tək günəşdən işıq alar. Günəşin işığını ötürər yer kürəsinə. Amma Həzrəti Əbəlfəzl Abbas 3 məsum imamın nurunu almışdı. Həzrəti Əmir Al-Muminin atası, qardaşları İmam Həsən, İmam Hüseyin əleyhissalamın, hətta qardaşı oğlu İmam Zeynalabdin əleyhissalam. 4 imamın nurunu almışdı Həzrəti Əbəlfəzl Abbas. Həzrəti Əbəlfəzl Abbas
Ona görə vəfada, sadaqətdə zirvədədir, aləmdə zirvəni fəth edib. Həzrət Əbəlfəzl Abbas eyni zamanda onun o düşən qolları ki, su yolundan geri gələndə düşmüşdü, o qolları da yenə 3 məsum öpmüşdü. Biri atası Həzrət Əmir Al-Muminin. Dünyaya təzə gələndə Abbas gəldi Həzrət Əmir Al-Muminin Ümmülbəninin əlindən, qucağından aldı Abbası, adını oxudu, yəni azan və iqamı ilə. Sonra deyir, qundaqdan çıxan əlini, qolunu görəndə Həzrət Əmir Al-Muminin dözmədi. Başladı, ağladı. Ağladı və Həzrət Abbasın əlini öpdü. Atası körpə ikən Abbasın əlini öpdü. Yoldaşı Ümmülbənin soruşdu, ya Əmir Al-Muminin, niyə öpdün? Nədir? Dedi ki, bu qollar bir gün Peyğəmbər balalarının yolunda, Allahın höccətləri yolunda fəda olunacaq. Həzrət Əmir Al-Muminin körpə üçün öpdü Həzrət Abbasını. Sonra ikinci Həzrət İmam Hüseyn əleyhissalam öpüb. Deyir ki, ravi nəql eləyir, Həmid ibn Müslim nəql eləyir. Deyir, Əlqəm yolundakı Həzrət Əbəlfəzl Abbası oxladılar gözündən, əmud vurdular başından və qolların kəsdilər, düşdü atdan yerə. Və Həzrət İmam Hüseyn əleyhissalamı çağırdı, ədrikni ya əxadiyə deyə. Oradan, yəni Əlqəmin kənarından çağırdı. Həzrət İmam Hüseyn əleyhissalam bir şir kimi, aslan kimi qaça-qaça getdi. Deyir, qaça-qaça getdi. Həmid deyir ki, müşahidə edir ki, İmam Hüseyn əleyhissalam necə şığıyır Əlqəmin kənarına. Deyir, ancaq yolda birdən dayandı. Dayanmağına təəccüb elədik. Görəsən İmam Hüseyn əleyhissalamı nə saxlayar? Deyir ki, əyildi aşağı, Həzrət Əbəlfəzl Abbasın düşən qolunu götürdü, öpdü, təzədən yoluna davam elədi. Gəldi, yetişdi Həzrət Əbəlfəzl Abbasa. Yaxınlaşanda Abbasın gözlərinin birinin qan tutub, o birisində gözünə ox dəyib. Gözü görmür. Dedi, kimdir? Kimdir mənim başımı kəsməyə gələn? Biraz səbr edin, biraz da dözün. Qoy qardaşım Hüseyn gəlsin. Həzrət İmam Hüseyn əleyhissalam yaxınlaşdı, dedi, Abbas mənəm, narahat olma mənəm. Gəldi Həzrət Əbəlfəzl Abbasın o yaralı başını aldı qucağına. Həzrət Abbas ağlayır. Dedi ki, niyə ağlayırsan qardaşım? Dedi ki, öz halıma ağlamıram. Dedi, mənim bu yaralı başımı dizlərinin üstünə alan sənsən. Amma bəs sənin başını kim alacaq? Ya Əbə Abdullah, öz dizləri üstünə, sənin başını kim alacaq dizləri üstünə? Sənin başın istiqumlar üstündə, qanlar içərisində qalacaq. Ya Əbə Abdullah, Həzrət Əbəlfəzl Abbası İmam Hüseyn əleyhissalam istədi gətirsin xeymələrə. Gətirsin o biri şəhidlər kimi xeymələrdə uzatsın mübarək cənazəsin. Amma Həzrət Əbəlfəzl Abbas razı olmadı. Dedi, ya Əbə Abdullah, mənə aparma xeymələrə. Dedi, niyə? Dedi, mən çıxanda xanım Rüqəyyəyə, körpə balalara söz verdim. Onlara mən su gətirəcəm. Ətəşdən yanan Əli-Əsqər üçün Rüqəyyə su istədi. Dedi, əmican, sən həmişə verdiyin sözü yerinə yetiribsən. Bu dəfə də bilirəm ki, gedib su ilə qaydacaqsan. Əli-Əsqər üçün su istəyirəm, heç özü üçün demir. Amma deyir, mən Rüqəyyənin qarşısında xəcalətli olmaq istəmirəm. Səkinənin qarşısında xəcalətli olmaq istəmirəm. Əli-Əsqərin qarşısında xəcalətli olmaq istəmirəm. Məni aparma xeymələrə, burax burada. Həzrət İmam Hüseyn əleyhissalam Əbəlfəzl Abbas əleyhissalamın bu istəyin yerinə yetirdi. Buraxdı Abbası. O qollar qələm, başı yaralı, gözü oxlu, bədəni doğram halda orada buraxdı. Canın tapşırandan sonra, şəhid olandan sonra gəlir xeymələrə tərəf. Başı aşağı, amma əli belindədir. Çünki beli sınıb. Dedi, ələnin kasara zahriyə əxa. Dedi, indi belim sınıb. İndi mənim söykənəcək yerim getdi. Belim sındı ya əxa, ya Əbəlfəzl Abbas. Əli belində gəlir xeymələrə tərəf. Qarşıladı xanım Zeynəb bacısı. Deyir ki, ya Əbə Abdullah, nə oldu Əbəlfəzl Abbas'a, nə oldu, necə oldu? Cavab vermir. Biraz keçir Ümmü Gülsüm yaxınlaşdı bacısı. Soruşur Əbəlfəzl Abbası, cavab vermədi. Qızları Səkinə, Fatimə yaxınlaşdı atalarına. Nə baş verdi, nə hal gəldi əmimiz Abbas'a, cavab vermədi. Ta ki yaxınlaşdı, gəldi Həzrəti Əbəlfəzl Abbasın xeyməsinin sütununa qılıncı ilə bir vurdu. Yəni Abbas daha şəhid olur.
Yəni ümid yeriniz artıq şəhid olub. Ümid yerimiz artıq şəhid olub. O şəhid ki, Babül Həvaicdir. Bizim hər birimizin ümid yeridir. İnşallah hər birimiz nə hacət istəsək, inşallah Əbəlfəzl Abbas əleyhissalam bugünkü günlərin ehtiramına, onu sevənlərin ehtiramına Allah Teala'dan bizim hacətlərimizi istəyər. Babül Həvaicdən sonra sonda kim qalıb? Həzrəti İmam Hüseyin əleyhissalam. Həzrəti İmam Hüseyin əleyhissalam tək qalıb, qardaşlar hamısı şəhid oldu, balalar şəhid oldu, cavanlar şəhid oldu, yar-ı ənsari şəhid olub, tək meydana gedir. Tək gedir meydana, amma onu yola salan yoxdur, bacılar yola sanır, qızlar yola salır. Yola salanda Hami ilə vidalaşdı xeymələrdə bacıları ilə və buyurur ki, heç kəs qızlardan, xanımlardan meydana gəlməsin, mən yıxılsam da gəlməsin. Hər kəsə tapşırır, Peyğəmbər balalarının namusunu, qeyrətini istəmir, düşmən görsün. Onların pis, acı halını düşmən görsün. Həzrəti İmam Hüseyin əleyhissalam meydana yola düşdü. Yəni, bilirsiniz hadisəni, axırı atdan saldılar, düşdü yerə. Düşmənlər indi istəyir ki, Peyğəmbər balası İmam Hüseyin əleyhissalam yerə yıxılıb, indi xeymələrə hücum eləmək istəyirlər. İndi artıq qənimət əldə eləmək istəyirlər. O dünya pərəstlər, o qafillər istəyirlər ki, Peyğəmbər balalarının xeymələrini soysunlar. İmam Hüseyin əleyhissalam o düşmənlərin bu sözünü, bu səsini eşidəndə o sınan belini, doğram olan bədənini biraz da olsa qamətin qaldırdı. Dedi ki, heç olmasa dininiz də yoxdur, heç olmasa biraz kişiliğiniz, mürüvvətiniz olsun, biraz azadlığınız olsun, heç olmasa mən canımı təslim eləyim Allaha, ondan sonra hücum eləyin balalarımın xeyməsinə. İmam Hüseyin əleyhissalam bu şəkildə zülümkarların əlində şəhadətə yetişdi. Allaha and veririk izzətinə, cəlalına, Həzrəti Peyğəmbərimizin balalarının çəkdiyi bu müsibətə, Allahın hüccətinin çəkdiyi bu müsibət ehtiramına bizi ihdinə sıratal müstəqimdən, sıratal müstəqimdən ayrı salmasın. Bizi Peyğəmbər ali Peyğəmbərdən ayrı salmasın. Bizi Həzrəti İmam Hüseyin əleyhissalamdan ayrı salmasın. Bizi hərin onun əzadarlığını son nəfəsimizə qədər onun və Kərbəla hadisəsinin əzadarlığını keçirməyi nəsib eləsin. Onların vasitəsilə şəhidlərimizin ruhlarını şad eləsin. Şəhidlərimizi yad eləməyi bizlərə nəsib eləsin. Vətənimizi, ölkənimizin bütövlüyünü məhfuz eləməyi bizlərə nəsib eləsin. Sərhəddə dayanan əskər balalarımızı hifz eləsin. Allah Teala ölkəmizi qorusun. Allah Teala cəmaatımızı hifz eləsin. Allah Teala cavanlarımızı, özümüzü doğru yola hidayət eləsin. Hidayətindən ayrı salmasın.